Bu şəhidin oğludur. Birinci qrup əlildir. Ağzında dili yoxdur, laldır. Danışmır, eşitmir. Bunun illərlə yığılan pensiyası, anasının yığılan pensiyası, atasının şəhidlik pulunu, Azərbaycan Respublikasının prezidentindən, İlham Əliyevdən, Mehriban xanımdan, Kamran Əliyevdən, Vilayət Eyvazovdan, deputatlarımızdan, bütün Azərbaycanın devlət qurumlarından, Tərtər rayonunun başçısı Müstəqim müəllimdən, Tərtər rayonunun polis şöbəsinin rəisi Elçin Qasımovdan, prokurordan, Tərtər rayonu məhkəməsi xahiş edirəm, bizə köməklik eləyəsiniz. İmanov Rahib Akiboğlu bu oğlanın əlindən 54.000 manat pulunu mənimsəyərək əlindən alıb aparıbdır. İndi də istəyirik vermir. Xahiş edirəm, bu şəhidin oğluna devlətimizin qeyrətli, namuslu oğlanları köməklik eləsin. Bax, İmanov Rahib Akiboğlu bunun 54.000 manat pulunu əlindən alıb, dələduzluq yolu ilə əlindən alıb qaçıbdır. Xahiş edirəm, Tərtər rayonu polis şöbəsindən Elçin Qasımovdan kömək istəyirəm, Mehriban xanımdan kömək istəyirəm, Müstəqim müəllimdən kömək istəyirəm. Xahiş edirəm, bizə köməklik eləyəsiniz. Dələduzluq yolu ilə, xülqanlıq yolu ilə İmanov Rahib Akiboğlu bu oğlanın əlindən 54.000 manat pulunu alıb qaçıbdır. Xahiş edirəm, prezidentimizdən, Mehriban xanımdan bizə köməklik eləyəsiniz. Bu şəhidin oğluna köməklik eləyəsiniz. Xahiş edirəm sizdən. Devlətin belə ləyaqlı, mərfətli, qeyrətli, namuslu oğlanları, Azərbaycanın qeyrətli, namuslu oğlanlarından, qeyrətli, namuslu şəhid ailələrindən kömək istəyirik. Bizə xahiş edirəm, bu şəhidin evladına ağzında dili yoxdur. Buna köməklik eləyəsiniz. İmanov Rahib Akiboğlu xülqanlıq yolu ilə, dələduzluq yolu ilə bundan 54.000 manat pulu alıb qaçıbdır.